Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Azərbaycanın BMT yanında daimi nümayəndəsi Səfir Tofiq Musayev qurumun Baş Assambleyasının 1-ci komitəsinin ümumi debatında çıxışında 2020-ci ilin noyabr ayından bu yana post-münaqişə dövründə Azərbaycanda mina qurbanlarının sayının 409-a çatdığını bildirib. Günün xəbərləri Report AİS-in adla xəbər verir ki, səfir onlardan çoxunun mülki şəxs olduğunu, aralarında uşaqlar və qadınlar olmaqla 71 nəfərin həyatını itirdiyini, 338 nəfərin ağır yaralandığını qeyd edib. Diplomat vurğulayıb ki, keçmiş münaqişə Azərbaycanı dünyanın ən çox minalanmış ölkələrindən birinə çevirib. Hazırki vəziyyətdə 1,5 milyondan çox mina və partlamamış hərbi sursat mövcuddur. Musayev BMT baş katibinin mina fəaliyyətinə dair hesabatına istinad edərək beynəlxalq humanitar silahsızlanma mexanizminin məhdud maliyyə resursları səbəbindən çətinliklərlə üzləşdiyini xatırladıb və minalardan təmizlənmə səylərinin daha çox koordinasiya və maliyyə dəstəyi tələb etdiyini vurğulayıb.